İnsan ilk tanış olduğu istək dünyaya gəldikdən sonra rahat tələbli istəkdir. Sonra yaşı müəyyən həddə çatdıqdan sonra insan ləzzətlə tanış olur və ləzzət tələbli hissi biruzə verməyə başlayır özünü. Keçən dəfə də dedik, burada qeyd eləmək istəyirəm ki, biz bəzən səhv deyirik ki, insan öz istəkləri ilə mübarizə aparmalıdır. Daha yaxşı olar ki, biz istəklərin idarə olunmasından danışaq. İstəklər düzgün idarə olunmalıdır. Yəni, insanın həyatı və yaşayışı istəklərinin idarə olunmasından ibarətdir. İstər dindar olsun, istər dindən uzaq insan olsun, bütün insanlar dünyada öz istəklərini idarə etməklə məşğuldular. Yəni, insanlar müxtəlif istəklərinə çatmaq üçün müxtəlif istəklərini qurban verirlər. Kimliyindən asılı olmayaraq, hamı. Nəyisə əldə etmək üçün nədənsə imtina etməli olur. Yəni, burada mütləq istəklərlə mübarizədən söhbət getmir. Sual bundadır ki, sadəcə hansı istəyi hansına qurban verək? İstəklərin düzgün idarə olunması bu deməkdir ki, dərəcəsi aşağı olan istəkləri ali istəklərə qurban verək. Söhbət bundan gedir. Yoxsa heç kəs demir ki, istəklərdən imtina elə. Hansı istək hansından üstün tutaq? Sual bundan ibarət olur. Rahat tələbli və ləzzətlə mübarizədən danışırıqsa, əslində bunu yanında mütləq vurğulamalıyıq ki, dinin əsas məqsədi insanı ləzzətə və rahatlığa çatdırmaqdır. Nəinki insanı ləzzətdən və rahatlıqdan məhrum eləmək. Sadəcə olaraq din bizə belə bir tövsiyə edir ki, hər ləzzətə və hər rahatlığa tabi olma və bəzi rahatlıqlardan, bəzi ləzzətlərdən imtina elə ki, daha rahat olasan və daha çox ləzzət alasan. Söhbət bundan gedir. Əslində din rahatlıqdan, rahatlığın xeyrinə imtina eləməyə dəvət edir bizi. Ləzzətdən, ləzzətin xeyrinə imtina eləməyə dəvət edir bizi. Din heç nədən insanı məhrum eləmir. Din nədənsə, nəyinsə xeyrinə. Deyirsə, ləzzətdən imtina elə burada. Deməli, ləzzətin xeyrinə deyir. Başqa bir ləzzətə çatdırmaq üçün. Bunu çox demişik. Dəfələrlə Ramazan ayı boyunca da bu barədə ətraflı danışdıq. Biz ləzzətlə və rahatlıqla, nəfsani istəklərlə mübarizə apararkən mütləq bunu nəzərə alıb mübarizə aparmalıyıq. Yoxsa mübarizəmiz heç bir effekt verməyəcək. Biz bilməliyik nə edirik, nəydən nəyə görə imtina edirik. Bəziləri niyə dinlə yorulur? Bəziləri niyə özü ilə mübarizə aparmaqdan tez yorulur, usanır? Çünki anlamır nə edir, başa düşmür nə edir, nə üçün imtina edir. Bunun təsəvvüründə belə bir yanlış düşüncə formalaşıb ki, din bunu nədənsə məhrum eləyir. Deyib, birtəhər dözərəm. Bax, çoxumuz dinə belə əməl edir ki, birtəhər 50-60 il dözərəm, sonra orada kef eləyərəm. Bu da nəhayətdə insanı yorur. Din birtəhər dözərəm deyənlərin inancı deyil. Dinin məntiqi bu deyil, birtəhər döz. Din belə bir düşüncə aşılamır insanlara. İnsan gərək dini və Allahı düz tanısın. Yoxsa elə çıxır ki, məsələn, din gəlib ki, bizim ləzzətlərimizə qənim kəsilsin, rahatlığımıza qənim kəsilsin, biz də bunlardan imtina eləyək, birtəhər dözək, inşallah o tərəfdə yaxşı olar. Vallahi bu kökündən yanlış və səhv düşüncədir, kökündən yanlış düşüncədir. Allahı insan düz tanısa əgər, başa düşər ki, Allah aləmlərin Rəbbidir, Allah feyzin, fəzilətin, gözəlliyin mənbəyidir. Allahın insanı yaratmaqda yeganə məqsədi insanı xoşbəxt eləməkdir, insana ləzzət bəxş eləməkdir, insana rahatlıq verməkdir. Allahın heç bir əsası yoxdur insanı nədənsə məhrum eləsin. Bu sırf fəlsəfi, irfani bir mövzudur. Bunu başqa cür izah eləmək olmaz. Allah heç nədən bəndəsini məhrum eləmək istəmir. Allahın bir sözü var ki, bəzi səthi, üzdə olan çox zəif ləzzətlərdən imtina elə, daha üstün ləzzətlərin xeyrinə. Allah bizə ləzzət bəxş eləmək üçün bizi yaradıb. Allah özü ləzzətin tərəfdarıdır. Allahın başqa işi yoxdur bizlə ki, bizə ləzzət bəxş eləmək istəyir. Bizi elə yaradıb bu məqsəd üçün.
Biz bunu anlasaq, onda mübarizəmiz asanlaşacaq və mübarizə özü bir ləzzətə çevriləcək. Yoxsa mübarizənin effekti olmayacaq. Yoxsa biz Allahı bizim ləzzətlərimizin düşməni biləcəyik. Deyəcəyik ki, niyə icazə vermirsən yatım 11-12-əcən, səhər tezdən məni yuxudan oyadırsan. Məni narahat edirsən. Onda bu məntiqlə duracaq ki, yaxşı da neyniyim, durum yuxudan deyib durmalıyam da, neyniyim. Durum sübh namazını qılım. Bu səhv məntiqdir. Çoxu da bu səhv məntiqlə dinə əməl eləyir. Və mümkündür bu insanlar bir gün dindən bezsin, əl çəksin və dinsiz olsun. Dindən imtina eləsin. Amma insan belə yanaşsa məsələyə ki, Allahın bütün əmr və qadağaları ancaq və ancaq ləzzət vermək üçündür insanlara. Bunu insan düzgün başa düşsə çox yaxşı olar. Allah səni çox istəyir deyə səni ali ləzzətlərə çatdırmaq istəyir. Ona görə də əmrləri sənin üçün bir minnətdir. Bir minnətdir. Sən bilmirsən deyib, bunu eləmə, bunu eləsən, bunu eləməyin bu əməli bir dəqiqə ləzzət alacaqsın. Bunun arxasında çox böyük bir ləzzət var. Bu sədd olacaq, divar olacaq, qoymayacaq o ləzzət sənə çatsın. Mən səni çox istəyirəm, deyirəm, bundan imtina ilə 5 dəqiqə səbr elə. Gör onun arxasında nə verirəm sənə. Özdə bunu da şərti olaraq demir. Yəni, məsələn, mən prinsipial olaraq deyirəm ki, sən bundan imtina elə ki, mən sənə nəyisə verim. Sən deyə bilərsən, ilahi, olmaz ki, heç nədən imtina eləməyim, elə sən verəsən. Yox, qayda belədir. Belə yaranmışıq. Qabiliyyətimiz bundan başqasına deyil. Başqa cür alınmır. Ona görə bu insanlar ki, bu məsələni başa düşür, günah eləyəndən sonra Əli əleyhissalam Kumeyl duasında əlini Allahın dərgahına qaldıranda deyir, ilahi, zələmtü nəfsi, özümə zülm eləmişəm, özümü məhrum eləmişəm. Allaha minnət qoymur ki, mən bacarmadım da. Deyir, özümə zülm elədim. Günah məni çox şeydən məhrum elədi. Sən günahı ona görə mənə rəva bilmirsən ki, mənim əlimdən ləzzətləri alır. Məni ləzzətlərdən məhrum eləyir. Sübh oyanmadımsa namaza, səhər oyana bilmədimsə, özümə zərər vurdum. Həmin gün əhval-ruhiyyəm pis olacaq. Çünki mənim cismim belə qurulub ki, tezdən oyananda xoş əhval-ruhiyyədə olur, daha yaxşı işləyir. Bütün qüvvələrim daha çox üzə çıxır. Həyatdan daha çox ləzzət alıram. Bu sadə bir şeydir, artıq bunları sübut eləməyə ehtiyac yoxdur. 12-yə 1-əcən yatan adamla səhər sübh tezdən oyanan insanın əhval-ruhiyyəsi eyni ola bilməz. Səni sübh oyadır ki, daha çox həyatdan ləzzət alasan. Sübh oyananda daha hallı olur insan, daha yüksək əhval-ruhiyyədə olur. Yəni bunu sübut eləməyə indi uzun-uzadı danışmağa ehtiyac var. Elm gəlib bu nəticələrə çatıb. Səhər səni oyadır, ona görə yox ki, sənin rahatlığı bir-birinə vursun, sənə xoşbəxtlik versin, rahatlıq versin, sənə yüksək əhval-ruhiyyə versin. Məyər başqa məqsədi var Allahın? Başqa bir dərdi var, nəuzubillah. Nədənsə sən məhrum eləsin, desin, bax, mən ləzzət alıram, səni qoymadım bu işi gör. Belə bir Allaha ibadət eləmək olar. Bizim tanıdığımız Allah bu Allahdır. Mən sözümün bu yerində sizə bir xoş xəbər vermək istəyirəm. Konkret bir xəbər deyil ki, gözləmin ki, nəsə bir deyəcəm, sabah filan şey olacaq. Yəni, insanlığın bugünkü vəziyyəti ilə bağlı xoş bir xəbər. Və bu, bugünkü bizim elə mövzumuz olsun, qısa. Bu xoş xəbər bundan ibarətdir ki, mən belə düşünürəm, belə baxırıq, belə təhlil edirik ki, artıq bəşəriyyət haqqı qəbul eləməyə hazırlaşır yavaş-yavaş. Buna kimsə inana bilər, kimsə inanmaya bilər, hər insanın öz haqqıdır, insan necə düşünür, biz onların düşüncəsinə müdaxilə edə bilmərik. Amma bu mənim şəxsən, mənim fikrimdir və diqqətlə baxsaq, əminəm, şəxsən gün kimi mənim üçün aydın məsələdir. Dini göndərəndə Allah Peyğəmbərinə buyurur ki, liyuzhirahu aləd-dini kullih. Peyğəmbər gəlib ki, bütövlükdə dini zahirə çıxartsın. Din zuhur eləmək üçün Peyğəmbər göndərilib. Din hələ zuhur eləməyib. Din bütün cəhətləri ilə zuhur eləməyib. Bir gün zuhur eləyəcək. Din bütün gözəlliklərini ortaya qoymayıb.
Hələ bəlkə də bir qədər var, amma proses başlanıb mənim düşüncəmə görə. Bugün bəşəriyyət yavaş-yavaş elə bir ki, hazırlaşır haqqı qəbul eləməyə. Bunun bizim mövzumuza nə dəxli var? Birdən-birə sözü kəsib deyirik ki, cəmaat hazırlaşır, dünya hazırlaşır dini qəbul eləməyə. Bunun bu dəxli var ki, bu hazırlıq nədən qaynaqlanır? Niyə indi başladı hazırlaşmağa bəşəriyyət dinlə tanış olmaq üçün? Din niyə indi oturur elə bil yerinə yavaş-yavaş? Nədən qaynaqlanır? Çoxu dərhal deyir ki, zülmün artmasından. Zülm çoxalıb, cəmaat bezib, dünyada hər yerdə zülm çoxalıb. Mən demirəm zülm çoxalmayıb. Amma mən bunu əsas qaynaq hesab eləmirəm. Sırf zülmün artması, zülmün varlığı insanı haqqa yönəltmir. Amil ola bilər, amma həll edici amil deyil. Bir zaman insanlar imperializmə qarşı çıxırdı, mübarizə aparırdı. Kommunist ideyaya, sol ideyalara yönəlirdilər. Zülmlə mübarizə üçün daha azğın ideyaya yönəlirdilər. Ola bilər bir insan zülmdən bezsin, amma getsin başqa ünvanda zülmlə mübarizə aparsın. Zülmün varlığı öz-özlüyündə insanların haqqa yönəlməsinə səbəb olmur. Bəs bəşəriyyət niyə haqqa yönəlməyə hazırdır? Ən azı niyə mən belə hesab edirəm? Çünki yavaş-yavaş ləzzətpərəstlik dövrü başa çatmağa başlayıb. Ləzzətpərəstlik dövrü başa çatır. Ləzzətpərəstlikdən danışıram. O dövr başa çatır. Hansı ləzzətlərdən yavaş-yavaş bezir? Səthi ləzzətlərdən insanlar bezir. Ötəri ləzzətlərdən bezir. Dərəcəsi aşağı olan ləzzətlərdən insanlar bezir. Artıq insanlara ləzzət eləmir, dünən ləzzət eləyən şeylər. Bilmirəm, razısız ya yox. Bunu artıq hiss eləmək olur. Artıq elə bil pikə çatıb, zirvəyə çatıb. Hə, sonra, bax bu sual düşündürür cəmaatı artıq. Yaxşı, sonra. Hər şeyin, üzr istəyirəm, loru dildə də olsa deyim, şitini şorunu çıxardıblar. Artıq görür ki, da heç nə ləzzət vermir bu insana. Bu halı bəşəriyyət yaşayır. Ona görə zuhur əlamətlərindən danışarkən zülmün çoxluğunun yanında fəsadın artmasını da vurğulayır hədislər. Və bəlkə də fəsadı daha çox vurğulayır. Zülmdən çox hədislərə baxın, fəsada diqqəti yönəldir. Fəsaddan danışır. Fəsad aləmi bürüyür. Fəsad aləmi bürüyür. Fəsad nədir? Fəsad həmin o səthi, ötəri ləzzətlərə aludəçilik. Fəsad bundan başqa bir şey deyil. İnsanlar bezməyə başlayıb fəsaddan. Yersiz ləzzətpərəstlikdən. İndi meydandır din haqda danışanlar üçün. Asandır dindən danışmaq, mənim əqidəmcə. Ləzzətə qərq olmuş insan kar və kordur, haqq sözü eşitmir. O yuxudadır, o məst olub, batil ləzzətin içində. Söhbət yenə deyirəm, ləzzəti vurmaqdan getmir. Batil, səthi, ötəri ləzzətdən danışıram. Ona qərq olan insanlara haqq sözü eşitdirmək çətindir. İmam Hüseyin əleyhissalamın Kərbəladakı çıxışını diqqətlə baxın, oxuyun. Danışır, sonra deyir ki, mənim sözümü siz eşitməzsiniz. Çünki mən indi danışa, siz fikirləşirsiniz ki, necə bu işi bitirək, gedək, qadınların qoynunda dincələk. Gedək zinaya, fəsada uğrayaq. Beynini o fəsad fikri bürümüş insanlara İmam Hüseyin də danışsa, qulağı eşitmir. Xeyri yoxdur. Bugün niyə görə münasibdir din haqqında danışmaq? Qulaqlardan o tıxaclar, o belə deyək, o qulaqları bağlayan amil ki, ləzzətə qərq olmaqdır, o çıxmağa başlayıb. Çünki insanlar sanki ləzzətdən usanıb, yorulub, bezib və indi amadədir, hazırdır ki, haqq sözü eşitsin. Ona görə də sizlərin və bizlərin boynumuzda böyük vəzifələr var bugünkü gündə. Bugün yorulmadan dini təbliğ eləmək üçün, həqiqi dini dünyaya çatdırmaq üçün tarixi bir fürsət yaranıb.
Kim burada süstlük göstərdi, ziyan elədi. Mən bunu dəfələrlə demişəm, əl-ələ verib bu işdə fəallıq göstərməliyik. Hamımız, gənclərimiz təhsilə önəm verməlidirlər. İmkanı olan insanlar öz sərmayələrini bu işlərə xərcləməlidirlər. Vallah onlar üçün toplanıb qalır və qiyamətdə görəcəklər nə böyük işə sərmayə qoyublar. Dünyada da Allah ruzlarına bərəkət verəcək. Bəzi insanlar xəstə eləməklə elə bilir varlı olacaq. Başa düşmür ki, ruzu Allahın əlindədir. Verdikcə çoxalır, yerində xərclədikcə. İnsanlar çalışsın, bax bu işə sərmayə qoysun. Bütün özünə yox, bütün nəslinə, gələcək övladlarına bəs eləyər bunun mənəvi qazancı. Çox unikal bir şansdır, çox qəribə bir fürsət yaranıb dinin təbliği üçün. Çünki bəşəriyyət fəsaddan usanıb, yorulub. Yersiz ləzzətlərə qərq olmaqdan yorulub. Mənim əqidəmə görə qərbdə fəsadı insanlara zorla qəbul elətdirirlər. Biz elə bilirik ki, cəmaat fəsad istəyir, onlar da qabağını açır ki, gedin, eləyin. Amma bu səhv təsəvvürdür. Nə oldu orada olanlar hamısı fəsad istədi? Onlar fəsadın qabağını almır. Mənim etiqadıma görə onlar fəsadı zorla qəbul elətdirirlər insanlara. Günahı zorla qəbul elətdirirlər insanlara. O qədər təşviq eləyirlər ki, mənim fikrimcə təşviq belə deyək, zorun bir növüdür. Zor ancaq odur ki, qılınc çəkəsən, silah çəkəsən, desən, get günah elə. İzafi, belə deyək, təşviq, çox rəğbətləndirmək, təbliğ, gecə-gündüz dəvət eləmək, bu zorun bir növüdür. O əqidələr ki, İslamı zorakılıqda ittiham edirlər ki, din insanları məcbur eləyir yaxşı iş görməyə, özləri insanları məcbur eləyir fəsada. Mən qəribə bir faktı sizə deyim, məni çox təəccübləndirdi. Neçə gündür də bu haqda düşünürdüm ki, Azərbaycanda baş verib. Hansısa bir şirkətdir, deyir ki, telefon satıram, endirim edirəm. Kimlər üçün? Şortiklə gəlib o telefonu alanlar üçün. Mən başa düşmürəm, telefon satan şirkətin nə marağı var ki, insanlar, qadın və kişi fərqi yoxdur. Kim şortiklə gəlsə, filan qədər faiz endirim. Və yaxud da elə gəzənlərin festivalı keçirilir. Bunun anlamı nədir? Məni bir adam başa salsın. Bir adam buna bir məntiq izah versin. Anlamı nədir? Anlamı bax budur, bax həmən o, belə deyək, zahiri o dəyərləri hədəfə almaqla. İnsanları artıq bunun bir müsbət tərəfi də budur ki, artıq görür, getmir, bu vasitələr ələ atır. Onu göstərir ki, insanlar istəmir. Siz deyə bilərsiniz, şort giymək fəsaddır, fəsadın başlanğıcıdır. Onun çox xüsusi yerlər ola bilər, istirahət yeri, bir adam dənizdə geyinibsə, qaydasına, qanununa riayət edib, bu ayrı məsələdir. Amma bu şirkətin marağı nədir ki, məsələn, mən bir dənə fakt deyirəm bunu, bundan dünyada çoxdur, tarixən də çox olub. Xüsusilə də get-gedə sanki daha çox insanları buna zorla istiqamətləndirmək deməkdir, buna başqa bir ad tapa bilmirəm. Deməli, insanlıq bezib ki, əlavə təşviq vasitələrinə ehtiyac var. Ki, onları ona istiqamətləndirəsən. İndi elə bir fəzada yaşayırıq ki, rahatdır fəsadın əleyhinə danışmaq. Bəlkə 20 il bundan qabaq fəsad əleyhinə danışsan yerinə oturmurdu. İndi artıq qulaqlar eşitməyə başlayıb. Çünki ləzzət pərəstlik dövrü başa çatır. Danışmaq üçün şərait var, cəmaat dinləmək istəyir səni. Cəmaat ağıl və təcrübə ilə bu nəticələrə gəlir. Bugün fəsadın pisliyini anlamaq üçün din lazım deyil. Bu çox gözəl bir xəbərdir sizə. Qabaq din lazım idisə, indi din lazım deyil. Bəşəriyyət təcrübə ilə bu yerə çatıb ki, o ləzzətlər səthidir və adamı yorur, adamın ruhunu xarab edir. Artıq din lazım deyil insanlara izah eləyəsən o ləzzətlərin puç olduğunu. Din lazım deyil. Din gəlir burada, yardımı nədir bəs burada dinin? İşimiz deyilmə asandır. Bu baxımdan ki, din gəlir alternativ qoyur ortaya sadəcə.
Sözünü din bundan başlamır ki, bu fəsad pisdir. Artıq başa düşüb pisdir. İşimizin xeyli hissəsi əvvəlcə izah eləyərdim pisdir, indi daha ehtiyac yoxdur. Başa düşüb pisdir. Pisliyini özü başa düşübsə, deməli bizim işimizin xeyli faizi asanlaşıb, düzəlib. İndi sən buradan başla söhbəti ki, gəl sənə mən daha yaxşı yol təklif edeyim. O özü yol axtarır. Onun yolunu vurmağa ehtiyac yoxdur, o özü yoldan imtina eləmək istəyir, yol bilmir ki, axı ləzzət istəyir insan. Yaxşı, bu ləzzətdən bezir, bax, insan ləzzət istəyir və onun haqqıdır. Təqdim eləyən yoxdur. Dinində də görmür o ləzzəti. İndi gör nə gözəl şans yaranıb ki, din öz proqramını ortaya qoysun, desin, bax, mən sənə ləzzət istəyirsən, bu sənin haqqındır. Bundan bezmirsən, gəl mən sənə təqdim eləyim. Bax, bunda biz axsıyırıq. Çünki biz hələ özümüz bunlar başa düşməmişik. Onlar bizi qabaqlayıb. Mən deyim ki, biz qiyamətə inananlar, ahirətə inananlar, hələ ağzımızın, üzr istəyirəm, suyunu axıtdığımız, hamımıza aid deyil, bəzilərimizə, ləzzətlərdən onlar beziblər. Dinsiz olar o nəticəyə gəlib ki, bizə neçə ildir dindən bunu başa sala bilmirik. İnanmırlar, adama belə baxırlar. Hələ mən danışanda deyirəm, fikirləşir ki, yəqin bu indi özündən bir nəzəriyyə çıxardıb burada. Güya ki, dini sev... Vallah, and olsun Allaha deyirəm, izafi dinə cazibə yaratmaq üçün bir kəlmə söz danışmamışam. Ki, bəziyim ki, heç vaxt mənim belə niyyətim olub. Allahın dini buna qalmayıb ki, mənim kimlər onu bəzəsin. Mən nə danışmışamsa, həqiqət bilib danışmışam. Həqiqət bilib danışmışam. Amma bəzən insanlar anlamır, deyib, bu indi, məsələn, əlimiz çatmır filan şey, başlayıb onları vurmağa. Bəzi adamlarda belə düşüncə var. Amma indi qərbdə olan gənclər bəlkə də bizlərdən, sizlərdən daha yaxşı başa düşürlər. Dinsiz olar o nəticəyə gəlib. Hər şeyi təcrübədən keçirdi, puç olduğunu başa düşüb. Biz hədislər gətiririk, cəmaat bizə belə baxır ki, danışırsan da. Dinən namaz qılaq, qılırıq da məsələn. Burada o ləzzətləri vurmağa nə ehtiyac? Onun adı ləzzətdir. Biz sadəcə Allaha xatir cənnətə getmək üçün bundan imtina eləmişik. Biz belə bir dövrdə yaşayırıq ki, səthi, dəyərsiz ləzzətlər qərbdə insanların haqqı kimi təqdim olunur, insanların ehtiyacı kimi təqdim olunur. Bəli, ləzzət insanın haqqıdır, amma hansı ləzzət? Bir çox ləzzətlər ki, qərb düşüncəsində insanın haqqı, təbii ehtiyacı sayılır, baxırsan, görürsən, heç bir ehtiyacı yoxdur insanın o ləzzətlərə, heç bir ehtiyacı yoxdur. Bir çox ləzzətlər ehtiyac kimi süni şəkildə tanıtdırılır, amma insanın onlara ehtiyacı yoxdur. O ləzzətlər bəs niyə təbliğ olunur? İnsana hakim olmağın ən gözəl yolu onu ləzzətə qərq eləyib idarə eləməkdir. Gəlir, mövzu yenə deyirəm, siyasi çalar alır. Ləzzət mövzusu gör necə gəlir, siyasiləşir. Əxlaqdan danışırdıq səhərdən, gəlib görsən, məsələ siyasiləşir. Dünyanı idarə edən güclərin birbaşa mənfəəti bundadır ki, insanlar bax, o səthi ləzzətlərə aludə olsunlar, ondan sonra ixtiyarını verdi sənə. Səthi ləzzətlərə, ötəri ləzzətlərə qərq olmuş cəmiyyət heç nə, qolu bağlı quldur. Onu hər cür istəsən idarə eləyə bilərsən. İnsanların yaşam haqqı pozulur, danışan yoxdur. Nə qədər adam qırırlar? Heç kəs etiraz eləmir. Amma hansısa bir yalandan süni şəkildə ehtiyac kimi təqdim olmuş bir ləzzətdən kimisə məhrum elirlər ki, o ləzzət deyil mahiyyət etibarından, hamısı bir-birinə dəyir. Dünyanı süni şəkildə bir har aparırlar, cinsi azlıqlar gərək dünyanı idarə eləsin. Azlıq çoxluğa hakim olmağa başlayıb. Bunun adını ehtiyac qoyublar və ehtiyacı da bundan əsaslandırırlar. Hətta deyirəm, ən vəhşi qanunlar budur ki, o ailələrə ki, dırnaq arası ailə demək olar ona övlad götürüb tərbiyə eləmək icazəsi verilib. Nicahlar qanuniləşib. Bu vəziyyətdədir. Bu zorla olmayanı qəbul elətdirməkdir insanlara. Budur mahiyyəti. Dinimiz deyir ki, sən ləzzət üçün yaranmışsan, ləzzət sənin ən təbii haqqındır. Allah səni yaradanda birinci iradə eləyib ki, mən bu məxluqu yaradıram, buna ləzzət bəxş eləyim. Sadəcə olaraq bu ləzzətə çatmaq üçün ləzzəti əvvəl gərək məhdudlaşdırasan,
ki ali ləzzətə çatasan. Din ən gözəl ləzzət tərəfdarıdır. Dindən başqa heç nə ləzzət tərəfdarı deyil ümumiyyətlə. Başqaları hər ləzzəti icazəli bilirsiniz niyə? Ona görə ki, hər ləzzəti icazəli biləndə artıq ali ləzzətə yol bağlanır. Əslində hər ləzzəti icazəli bilsən ləzzət qalmır həyatda. İnsan ləzzətdən məhrum olur. Hər ləzzəti çəkməyə özünə icazə versin, bir görsən ki, heç nədən ləzzət almırsan. Ən böyük zərbəsi elə ləzzətin özünə dəyir bunun. Ən böyük zərbəsi buna dəyir. Zorla insanlara təlqin edirlər. Zorla insanlara təlqin edirlər. Deyirlər, sənin buna ehtiyacın var. Qardaş, mənim ehtiyacım yoxdur buna. Yox, sən bilmirsən, var. Ha, belə bir şeydir, belə bir vəziyyətdir. İnsanları səthi ləzzətlərə qərq eləyib, həqiqi ləzzətlərdən məhrum edirlər. Bunu anlamaq üçün din lazım deyil. Elə bir mühit yaranıb ki, insanlar özləri dinə gəlirlər. Gəlməyə hazırdılar ən azı. Təqdim eləyən adamlar lazımdır. Bəşəriyyət artıq təcrübə eləyib, bundan sonrası sənlə mənim öhdəmdədir. Bu bizim üzərimizdə tarixi bir missiyadır. Bunu eləməsə Allah bizi qınayacaq. Qiyamətdə qınanacaq. Din təbliği çox asanlaşıb. Bunun üçün gələ əvvəl özümüz dinlə ləzzət alaq. Sonra da əsaslandıraq. Deyək ki, bax, biz ləzzət tərəfdarıyıq. Şeytan yalancı ləzzətə çağırır insanları. Cəmaat görəndə ki, ruhani də çıxır, ləzzəti vurur, qalır avara. Ruhanilərin çoxu minbərə çıxır, ləzzət əleyhinə danışır. Bu yandan da şeytan deyir ki, mən sənə ləzzət bəxş eləyim. Axı, ləzzət insanın təbii ehtiyacıdır. Ona görə şeytana tərəf gedir. Oradan da yorulanda bilmir yenə də hara getsin. Belə din təbliğatçısı olmalıdır ki, çıxsın, desin, qardaş, ləzzət istəyirsən, gəl, mən səni belə bunun üçün yaradıblar. Sənin yaradılışının fəlsəfəsi budur ki, sənə feyz versinlər. Dinin yeganə məqsədi insanı ləzzətə çatdırmaqdır. Bir ruhani çıxır minbərə, cəmaat deyir, hə, başlayacaq yenə keyfləri bir-bir vurmağa. Bu olmaz, o olmaz, qiyamətdə də. Ancaq ondan sonradır bizim ağ günümüz oradadır. Gözləntimiz budur bizim ruhanilərdən. Yenə söküb dağıdacaq bütün ləzzətləri. Hansısa ləzzəti sökmək lazımdır, şübhəsiz söküb dağıtmaq lazımdır. Amma əvəzində başa salmaq lazımdır ki, nəyə çatdırmaq üçün bunu sənə deyirəm? Sən dünyadaykən daha artıq ləzzətə layiqsən. Daha artıq ləzzətə layiqsən. Sözümü yekunlaşdırıram. Əleyhissalamdan bir hədis deyirəm. Deyirik ki, sağdan, soldan səthi ləzzətlər təbliğ olunur. Təbliğin nəticəsi nədir? Fikri yönəldir ora. Bax, hədis belədir. Mən kəsürə fikruhu fil ləzzat qələbət aleyh. Kimin deyib fikri fəsada, ləzzətə məşğul olarsa, batil ləzzətə, axırda o ləzzət ona qələbə çalacaq. Yəni, əvvəl düşüncədən başlayırlar. Düşüncəni buna məşğul elə, haykü, diqqətini cəlb elə və o əsl ləzzətdən məhrum olur. Həyat zəhrimara çevrilir. Necə ki, artıq çevrilib. Yadınızda saxlayın, bu cümlə ilə sözümü tamamlayıram. 14 məsum, 124 min peyğəmbər, bütün övliyalar canlarını bunun üçün verib ki, insanlara ləzzətli həyat bəxş eləsinlər. İmam Hüseyin ağa ləzzətin qənimi deyil. Amma biz belə başa düşürük ki, Yezidin dövründə eyş-işrət ləzzət var idi. İmam Hüseyin mənəviyyat üçün canından keçdi. Mənəviyyat yəni nə? İmam Hüseyin deyirdi ki, bu sənə layiq həyat deyil, sən ləzzətlə yaşamağa layiq varlıqsan, mən canımı verirəm ki, bəlkə sən o ləzzətli yaşayışa gəlib çatasan. Və İmam Zaman ağa da zuhur eləyəndə birinci növbədə insanların dünyasını abad eləməyə başlayacaq, insanlar ləzzətlə, xoşluqla, keyflə yaşayacaqlar və o keyfin davamı da qiyamətdə olacaq. Filmdən qabaq jurnal var idi, ona jurnal deyirdilər. Deyirdilər, bu hələ jurnaldır. Film qabaqdadır. Yadınızdadır Sovet dövründə. Qısa metrajlı bir şey verirlər, bu jurnaldır ki, film qabaqdadır. Bax, həyat jurnaldır, ləzzətin jurnalı. Başlayırsan ləzzət almağa, aldıqca da Allah deyir, hələ film qabaqdadır. Öləndən sonra davamını görəcəksən,
həqiqətinə satacaqsan. Bu onun şüasıdır. Bu onun şüasıdır. Bax, bu dinin ortaya qoyduğu məntiq budur. Allah bizə ləzzətli yaşayış, şərafətli ölüm nəsib eləsin inşallah. Əuzubillahü minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İzâ câə nasrullâhi vel fəth və rəaytən nəsə yədxulûne fî dînillâhi əffâca.